Salam. Bugün Əlisinə bərabər 7-ci sinif dərsliyində hərənin öz imzası mətnini oxuyacaq. Mətni oxumuram. İlk öncə birinci sual. Sizcə yeni müdir vəziyyət düzəltmək üçün nə edəcək? Yeni müdir vəziyyət düzəltmək supermarketdə daha çox böyüdə bilər. Yeni oyuncaqları uşaqları xoşbəxt və yaxud da sevindirmək üçün yeni oyuncaqları sata bilər. Sonra isə bayraqlara kurs verə bilər. Çünki bayraqlar hər bir insanın öz vətəni, özü üçün doğmadır. Anası kimi sayıldığı üçün onları daha çox xoşbəxt edə bilərdi. İkinci sual. Ət şöbəsindəki alıcının satıcıya dediyi ifadəni adlandırmaq olar. A. Nitq etiketi. B. Kompliment. C. Muştuluq. Mən C variantını seçirəm çünki C variantında hər hansı bir insanı xoşbəxt və ya da sevindirmək üçün verilən hədiyyə pay deməkdir. Üçüncü sual. Mətndə imza sözünü hansı mənada işlənib? Bu sözü yerinə görə hansı sözü əvəz etmək olar? Qol yoxsa dəsin xətt? Mən burada dəsin xətti seçirəm. Dördüncü. Supermarket işinə Həsən müəllimin tövsiyəsini yerinə yetirmək üçün nə edə bilər? Bayaq birinci sual dediyim kimi supermarketi böyüdə bilərdi. Bayraqları pulsuz verə bilərdi. Oyuncaqları uşaqları sevindirmək üçün verə bilərdi. Pulsuz. Beşinci sual. Siz o işinizə yaradıcı yanaşmaq üçün nə edərsiniz? Elə dördüncü sual kimi dediyim kimi. Altıncı sual sizi özünüzə buraxıram. 7-ci sual. Altından qaç çəkilmiş qonşu və qoca sözlərinin hansı suala cavab verdiyini müəyyən edin və hansı nüqsələrinə aid olduğunu müəyyənləşdirin. Deməli, biz indi birazdan mətnimizin özünə baxacağıq. Hansı nüqsələrinə aid olduğunu baxacağıq. Deməli, gəlirik bura qonşu binada. Qonşu binada hansı binada feil, sayın sifət, bir qoca yaşayır. Qoca necə sualı demirik. Ona görə də burada artıq isimləşir. Sifət bilirsiniz ki, bəzən də isimləşə bilər. 8. Söz ehtiyatı. Mətndə defis yazılmış mürəkkəb sözlər seçin və onların hansı nüqsələrin aid olduğunu müəyyənləşin. Mən burada artıq sizə deyirəm. Alış-veriş isim. Yəni mürəkkəb sözlər, alış-veriş isim. Biri zərf, alıcı-satıcı isim. Seçdiyinizə görə. 9. Uyğunluğu müəyyən edin, almış mürəkkəb sözlər dəftərinizə yazın. Deməli, 1-ə yaza bilərik əkiz, faşist, 2-yə qeyri-adi, 3-ə anti-çempion, 4-ə yaza bilərik əks admiral, 5-ə yaza bilərik ki, kontur arqument. 10-cu sual. Verilmiş sözlərin mürəkkəb söz yaradın və onların bitişik və defis yazılığını müəyyən edin. 1. Qayda qanunu, defislə. 2. Qanun verici, bitişik. 3. Ara bir, bitişik. 4. Ara sıra, defislə. 5. 5 illik, bitişik. 6. 5-6 defislə yazılır. Deməli, bizim artıq dil qaydalarımız bura qədərdir və artıq bizim dil qaydalarımız bitdir. Bir də bayaqları qoca sözündə oradakı sifət isimləşə bilər. Ona görə də artıq oraya kim sualını sevir. Sağ olun.